Hər kəsə salam dostlar. Bu gün sizlərlə bu skuteri sürəcəyik. Gördüyünüz kimi. Bunun burasında bir dənə qırıq kod var. QR kod. Bilmirəm nə işə yarayır. Bu qazımızdır. İndi yandırmamışam deyə işləmir. Bunu biraz basıb saxlayanda yanır, baxın. Baxın, 2 dəfə belə basırıq. Burada işıq işarəsi yandı. Sonra 2 dəfə bastıq, söndü. Bunu bir dəfə basanda isə Eco moda keçir. Başqa modlara keçir. Məsələn, indi Eco'dadır. Buradan keçsək driverə. Ondan sonra burada belə bir siqnalımız var. Buna yəqin hamı bilər. Sadə velosiped siqnalıdır. İndi arxasını da baxın. Arxasını da göstər. Bəs bu nədir? Bu da tormozdur. Arxasına baxın. Basmışam tormozu. İşıq yanır, düzdür. Bəli. Bəli. Bu da o tormoz işinə yarayır. 3. Getdi! Gördüyünüz kimi dostlar, bir dənə qaz basırıq, gedir. Əslində telefon tutanım olsaydı özümü də çəkərdim, amma nəysə. Özümü demir. Özümü nədir? Yolu da çəkərdim, amma yoxdur da nəyimiyək. Amma kameraman var. Hə, kameraman var. Əsas odur. Əsas çəkən var. Biz də çəkə bilirik. Və sağ olun dostlar, videomuz bu qədər idi. Mənim və Məryəmin Mimi 6x222 kanalına abunə olmağı unutmayın.